Salam, bugün ölkənin ən sevilən şirniyyat məkanlarından olan Santartino'nun istehsalatındayıq. Hər gün minlərlə insanın zövqlə daddığı tortlar, şirniyyatlar və bişmələrin pərdə arxasında nələr baş verir? Gəlin, birlikdə öyrənək. Salam, yorulmayasınız. Bugün isə bir neçə sualımız olacaq və inanıram ki, səmimiyyətlə cavablandıracaqsınız hər birini. Başlayaq suallara. Əlbəttə. İndiyə kimi aldığınız ən maraqlı və ən qəribə müştəri sifarişi hansı olub? Qəribə sifarişlərimiz əslində çox olub. Mənim yadımda qalanlardan biri isə ən əsas bir müştərimiz öz körpəsinin çəkdiyi rəsm göndərmişdi bizə və istəyirdi ki, birəbir orada çəkilmiş personajların fiqurunu hazırlayaq. Bu da bir körpənin əl işi idi, yəni kiçik yaşda bir uşağın idi. Biz yəni müştərimizin istəyini nəzərə alaraq birəbir o müştərinin çəkdiyi şəkillərə uyğun fiqurlar düzəltdik. Müştərimizin çox xoşuna gəldi, körpəsinin də çox xoşuna gəldi və biz çox sevindik müştərimizin təşəkkürünə. O sifariş mənim çox yadımda qalıb, çox önəmli, çox gözəl bir sifariş idi. Məncə çox gözəl addımdır, yəni uşağının çəkdiyi nəyisə sizə hazırlatdırmaq. Maraqlı idi həm də. Bizim üçün də çox maraqlı idi. Məncə də maraqlıdır. Çox sağ olun, təşəkkür edirəm. Növbəti sualım bu olacaq ki, əgər ömrünüzün sonuna kimi Santartino'nun yalnız bir məhsulunu seçməli olsaydınız, bu hansı olardı? Məhsullarımız ümumiyyətlə çox keyfiyyətli və çox ləzzətlidir. Amma içlərindən birini seçmək lazım olsa, mən mering tortumuzu çox bəyənirəm və ömrümün sonunacan yəqin ki, onu mən sevərək yeyərəm. Davamlı olaraq yeysəz bezməzsiniz. Salam, yorulmayasınız. Bugün isə bir neçə sualım olacaq. Başlayaq suallarımıza. Sizcə menyuda hazırlanması ən çətin məhsul hansıdır? Bizim menyuda hazırlanacaq məncə çətin bir tort yoxdur, şirniyyat yoxdur. Çünki hamımız öz işimizə belə deyək, sevgi ilə yanaşırıq. Möhtəşəm. Şef, düzünü deyin, evdə də şirniyyat desert hazırlanması sizə düşür, yoxsa bu ancaq Santartino'ya özəldir? Düzdür, bizim Santartino'dakı olan məhsullarımız ekskluzivdir, özəldir, amma lazım olanda evdə də nələrsə hazırlayırıq. Əla. Yorulmayasınız şef. Çox sağ olun. Bugün bizim üçün nə hazırlayırsınız? Hamımızın bildiyi baton çörəyi hazırlayırıq. Əla. Növbəti sualım, Santartino'nu 3 sözlə ifadə etsəydiniz, bu nə olardı? Əlbəttə ki, sevgi, əzmkarlıq və təbii ki, keyfiyyət. Əla. Uğurlar bütün komandanıza. Təşəkkür edirəm.